Ağa bəy, daha çox istifadə etdiyimiz sularla bağlı nə deyə bilərsiniz? İstifadə etdiyimiz sular təmizdirmi və təmiz olmayan su insan vücuduna necə təsir göstərir? Bilirsiniz, bu boru vasitəsilə xlorlanıb dövlət tərəfindən bilirsiz ki, sular təmizlənir, xlorlanır və s. Və insanlara ötürülür. Bu boru vasitəsilə gələn, yəni ikinci çirklənmə deyilirdi. Ona ikinci mərhələdə çirklənmə. Məsələn, birinci mərhələdə sular təmizlənir, xlorlanır və borulara ötürülür, evlərimizə daxil olur. Yaxşı, mənim evimə çəkilən boru içində çirklənmə varmı? Bu sual yəqin ki, olacaq. Bəli. Yəni illərlə qalmış, köhnəlmiş turbalarla gələn suların içində çirklənmələr varmı? Var. Ona görə də birbaşa borudan içilən sular təhlükəli hesab oluna bilər ki, burada da parazitlər söz mövzusudur ki, insan orqanizminə daxil ola bilər və yaxud ağır metallar insan orqanizminə daxil ola bilər və bu da insan üçün birbaşa zərərlidir. Bəli, bu günləri marketdə satılan sular var və yaxud filtrlər var. Təbii ki, filtrlərin özünü də bəzən görürsünüz ki, filtr qoyulur evə, amma vaxtında filtrlərini dəyişmirlər. Yəni bu da artıq o kran suyuna, yəni heç bir fərqi olmur. Yəni o çirkli boru ilə çirkli filtrdə heç bir fərq yoxdur. Ona görə də mən düşünürəm filtr günümüzə görə vacibdir. Ən azından suları arındırır və təbii ki, indi biz suyu içirik, tələbatımızı ödəmək üçün də, düzdür? Və bizə təmiz su lazımdır, saf su lazımdır. Hə, bizim imkanımız varsa mineral sular, minerallaşdırılmış sular da alıb içə bilərik. Yəni və yaxud təbii mineral sularını da alıb içə bilərik ki, bu gün Azərbaycanın geniş imkanları var bununla. Sadəcə olaraq o qablaşdırılma necə olmalıdır? Ona da diqqət etmək lazımdır. Necə? İnana bilərik ki, həqiqətən də oradakı sular mineral, təmiz sulardır. Bilirsiniz, bəzən baxıram marketlərə girirəm, plastik şüşələrdə olan suları günəş şüaları altında saxlayırlar, hansı ki, endirmə qoyublar və yaxud hər hansısa bir aksiya keçirdirlər. Gətirirlər, düz qoyurlar pəncərənin önünə və günəş də düz suların üstünə vurur. Burada artıq butulkanın, yəni şüşə butulkanın üzərində olan qablaşdırmanın daxilində olan kimyəvi maddələr suya ötürülür ki, bu da insan orqanizmi üçün zərərlidir. Burada bisfenol A, məsələn, söz mövzusudur, hansı ki, o suya keçir və o da necə keçir? Günəş şüalarında 30 dərəcəni keçəndən sonra artıq bisfenol A və yaxud su içirik, heç kölgəli bir yerdən almışıq, saf sudur, qoymuşam maşında 30 dərəcədə. Bu da təhlükəlidir. Bilirsiniz, yəni insanlar özləri də suyu təhlükəli eləyə bilər, marketlərdə də təhlükə ola bilər, qablaşdırmada da təhlükə ola bilər. Yəni biz sırf marketlərin üzərinə, insanların üzərinə, sahibkarın üzərinə yüklənməməliyik. Çünki biz özümüz də qidaları təhlükəli eləyə bilərik də, qida zəncirinin sonundakı olan istehlakçı. Məsələn, mən şüşə qabda alıb içirəm, amma onu günəş şüaları altında saxlayıram. Nə baş verir? Çökmə baş verir, çöküntü baş verir suda. Bu da zərərli hesab olunur. Ağa bəy, plastik qablarda saxlanılan sularla şüşə qablarda saxlanılan suların keyfiyyət baxımından fərqi varmı? Şüşə qablarda saxlanılan sular təbii ki, o görmüşsə günəş şüalarını buraxmır. Bəli, təbii ki, keyfiyyət baxımından su üçün nəzərdə tutulan şüşə qablar, plastik qablar bu günləri insan sayı çox olduğuna görə, biraz o maliyyə baxımından da şüşə qablar biraz maliyyə tərəfini götürəndə xərc tələb etdiyi üçün ən unikal variant plastik şüşələ qablara müraciət etməkdir. Şüşə qablar da, yəni plastik şüşə qablar da təbii ki, istilik görməyənə qədər təhlükəsizdir. Günəş şüaları altında saxlanmasa problem yoxdur. Yox, əgər günəş şüaları altında saxlanılırsa, və ya dediyim kimi maşında məsələn 30-40 dərəcədə saxlayıb biz onu sonra içiriksə, bu artıq problemdir.